Psixoloq bir insanın daxili dünyasını göstərən bir aynadır. Yəni psixoloq hansısa bir məsləhət, ağıl verməyəcək. Sadəcə sən özündən danışırsan və özünü tapıb tanıyacaqsan. Psixoloqlar ilk baxışdan adam tanımır. Psixoloqlar sadəcə yaxşı gözləm edirlər, yaxşı gözləmləyicidirlər və psixoloqlar o 50 dəqiqədə o qədər gözəl odaqlanır sizə və danışdıqlarınıza ki, psixoloq artıq oradan anlayır ki, sən nəyi necə düşünürsən? İnsan məsələn bu boynunun tam arxa hissəsini, yəni tək başına görə bilməz. Düzüm, yəni bizə bir aynaya ehtiyacımız olur. Yəni eyni şəkildə mən düşünürəm ki, psixoloq bir insanın daxili dünyasını göstərən bir aynadır. Eynən insanın bütün mənfi duyğuları amigdala deyilən bir yer var burada. Bütün bizim uşaqlıqdan bu günə qədər yaşadığımız bütün mənfi hisslər, yaşadığımız adi bir pis bir şey, hamısı o duyğular orada yığılır.